Günümüzdə çox yayğın problemlərdən biri əlbəttə ki, bəzi baş ağrılardır, miqreni və gərginlik tipi baş ağrıları kimi. Əvvəla onu demək lazımdır ki, yəni bu cür baş ağrılarla əsasən nevroloqlar məşğul olur. Amma adı keçən pozuntular eyni zamanda stressorlardan da tətikəni bildiyi üçün, yəni bəzi hallarda burada psixoterapevtik yanaşmalarında effekti ola bilir. Xüsusilə də məsələn miqren baş ağrılarında, eləcə də gərgin tipi baş ağrılarında əvvəl onu demək lazımdır ki, bəzi əhval-ruhiyyə pozuntuları, məsələn depressiya kimi yaxud da təşviş pozuntularının birlikdəliyi kifayət qədər sıx ola bilir, miqren və gərginlik tipi baş ağrıları ilə birlikdə. Eyni zamanda bu tip baş ağrılarına yönəlik istifadə olunan bəzi psixoterapevtik yanaşmalar var ki, yenə də burada ən ön planda gələn kognitiv davranış terapiyasıdır. Hansı ki, bu xəstəliklə adaptiv olmayan baş etmə davranışlarını dəyişdirməyə hədəfləyir. Eyni zamanda bu xəstəliklə bağlı düşüncələri də dəyişdirməyə hədəfləyir. Yəni müalicənin daha uzun müddətli nəticə əldə etməyə səbəb olur. Amma onu da demək lazımdır ki, yəni baş ağrıları ilə birincili olaraq məşğul olan mütəxəssis məhz nevroloqdur. Yəni ilkin diaqnostikasını, müalicəsini onlar aparır. Ehtiyac olduğu halda bunu əlbəttə ki, öz nevroloqunuzla da məsləhətləşərək, yəni psixoterapevtik müalicəni gözdən keçirdə bilərsiniz.